Salam dostlar, bu günləri mən ingiliscə kitab oxuyacağam və ChatGPT-dən istəyəcəm ki, bunun tərcüməsini versin. Bununla biz dil öyrənməyə çalışacağıq və görək biz bununla öz dilimizi nə qədər inkişaf etdirəcəyik. Deyim ki, mən lap da beginner sayılmıram, özümə elementary səviyyəsi var. Və kitabı oxuyarkən düşünürəm ki, sözləri biraz düzgün, biraz səhv. Yəni hələ elementary səviyyəsində oxuyuram. İndi isə başlayaq ChatGPT ilə söhbətə. Salam ChatGPT, necəsən? Bu günləri biz səninlə ingiliscə kitab oxuyacağıq və sən mənə oxuduğumu tərcümə edəcəksən və cümlə strukturunu ingiliscə izah edəcəksən. Salam, mən yaxşıyam, çox sağ ol. Bu ideya maraqlıdır. Hazırsansa kitabdan bir hissə oxumağa başlayaq. Oxuduqca mən səni dəstəkləyəcəm. It is not enough to be born in favorable states of existence as a human being or a good God. Yalnız insan olaraq və ya yaxşı bir tanrının dünyasında doğulmaq yetərli deyil. İndi cümləyə baxsaq, əsas struktur yetərli deyil ifadəsi ilə başa çatır, çünki bu sadəcə o halların kifayət etmədiyini bildirir. Cümləni ingiliscə də oxu, çünki bu mənim üçün tələffüzə vacibdir. Əlbəttə. Diqqətlə oxuyuram. It is not enough to be born in favorable states of existence as a human being or a good God. As long as we do not tame and eliminate the disturbing emotions in our minds, we will find no occasions to experience joy and lasting peace. Biz ağlımızdakı narahat edici duyğuları aradan qaldırmadıqca, sevinci və qalıcı sülhü təcrübə etmək üçün heç bir fürsət tapmayacağıq. Cümlənin quruluşuna baxsaq, biz etmədikcə şərtini qoyur və heç bir fürsət tapmayacağıq nəticəsilə bitir. Cümləni ingiliscə oxu və strukturunu izah et. As long as we do not come and eliminate the disturbing emotions in our minds, we will find no occasions to experience joy and lasting peace. Stop. Oldu, dayandım. Nə vaxt? Mən yenidən cümləni oxuyuram, çünki burada anlaşılmazlıq var. As long as we do not tame and eliminate the disturbing emotions in our minds, we will find no occasions to experience joy and lasting peace. Bu dəfə daha aydın oldu. Cümlə bir şərt ifadə edir. Biz ağlımızdakı narahat edici duyğuları aradan qaldırmasaq, o zaman sevinci və qalıcı sülhü təcrübə etməyəcəyik. Yəni şərt və nəticə var. İngiliscə oxu. As long as we do not come and eliminate the disturbing emotions in our minds, we will find no occasions to experience joy and lasting peace. Tame, yəni sakitləşdirmək və ya nəzarət altına almaq deməkdir. Yəni cümlədə narahat edici duyğuları sakitləşdirib aradan qaldırmaq kimi bir mənada işlənir. İndi isə tame ilə oxu. As long as we do not tame and eliminate the disturbing emotions in our minds, we will find no occasions to experience joy and lasting peace. Thank you. Bugünlük bu qədər dostlar. Bugün bir hissəni oxuduq. Növbəti videolarda görüşənə hələlik.